Salam uşaqlar. Bugün sizlərlə yeni bir günümü vloglayacağım. Saat 12 işləyir. Mən gedirəm universitetə. 11:40-da dərsim var. Uşaqlar, ani bir qərarla universitetə yox, xəstəxanaya gələsi olduq. Fidan nənəsinin rentgeninin şəklini çəkirik, neynirik. Mən niyə buradayım bilmirəm. Uşaqlar, gəldik sinifə yer tutduq. Çox acan. Yanımda Mələk var. Salam. Deyəsəm mən belə karnivala gələcəm. Ayın 25 olacaq. Karnavaldan sizə bir vlog çəkəcəm. Möhtəşəm universitetimizdir. Qəşəng. İndi sizləri bufetə aparacağım. Əynimdəki qardaşımın kurtkasıdır. Salam Fərhad. Sizə birazdan bufeti gəzdirəcəm. Əmir, buna da var. Ha, götür ondan. Kart verin də mənə. Bunun çox qəşəng dadı var, banan dadı var. Bananlı süd dadı verir. Sən ana da bunu aldıq. Mən hələ düşünürəm. Məncə qəşəngdir. Çox məntiqlidir bunun burada olmağı. Məncə bir ehtiyacdır. Rəvanın səs seçimi boldu. Amerikalı. Dolan ginən sadə. Uşaqlar, Mələklə kot aldıq. Gəldik möhtəşəm bufetimizə. Çox qəşəngdir, çox dadlıdır, bananlı moroqludur. Çox şirindir. Mən çox şirin sevirəm deyə mənim çox xoşuma gəldi. Bayaq dərs danışdı. Müəllim 9 ya 10 bal yazmaq istəyirdi də. Mələk sənə Rəvan, mənə dərsdə o qədər danışdırdılar. Müəllimə dedi, sənə 7 yazacağam. Çox yerə özümü sibilə salıram. Ən yaxşı barista mənəm. Evet. İndi ikinci dərsə gedirik. Bir dərsim yeni olacaq. Ondan sonra yaxın dostum var, Muratla görüşəcəm. 5 ildir dostluq. Həyatımda heç görüşməmişik də. Yəni Mələkdir bu. 2 mərtəbəli universitetimizin 2-ci mərtəbəsinə qalxırıq. Məşhur güzgümüzdür. Artıq biz sinifdəyik, dərsimiz başlayacaq. Ora sənə girin yeridir. Bu Mələyindir. Mələk düzü içib tutarı. Mələk. Bu da mənimdir. Rəfiqəm. 10 üzərindən puanım 7. mən bəyəndim. Əslində şirin şeylər çox sevirəm. Şirin kofelər falan. Çox şirin olanda yox. Bu dadlı da, yəni banan dadı verir. Çünki mən bananlı şeylər falan da sevirəm. Mənim puanım 8, 8.5 ola bilər. Dadlı da yəni. Oha da 9 dənən də. 7 Rəşidə. Daha qəşəngləri var. Yaxşı. Bayaqdan veçer haqqında danışırıq. İndi fikirləşirik ki, nə makyaj eləyəcəyik, nə saç eləyəcəyik. Keçən il də qrup yoldaşlarımız bizi evdən gəlib götürmüşlər. Düşünün, Yasamaldan Binəqədiyə getdik, Binəqədidən Müşfiqabada getdik, Müşfiqabaddan Xırdalana, Xırdalandan Razinə getdik. Dayanmışıq, bizim burada belə stayankamız var. Yemək yedim, amma yediyimi sizlə paylaşamadım. Çünki mənim yadımdan çıxdı. Makroiqtisadiyyat dərsidir. Dərsi. Yenə patokla birləşirik, mühazirə dərsimizdir. Madde bozacaq. Ondan Ondan sonra gecə azadlığa. Qrup yoldaşımın 2 gün sonra ad günü. Ona ad günü məktub yazıram. Maddi yox, mənəvi hədiyyələrə önəm vermək lazımdır. Düşünürüm bütün suç sende miydi? Uşaqlar dəyişdim yerimi, gəldim qabağa oturdum. Məktub yazmışam, gələcək məktub. Zarafat edirəm, gələcək məktub deyil, qrup yoldaşımın ad günü məktub. Uşaqlar, indi ad günü məktubunun açılışı olacaq. Məncə izləyin. Aç görək, aç görək. Konvertimizdir bu bizim. Oku. Okuyorum lan. Mayıs 2010. Tevfik hoşlanıyor benden. Okuma. Anadolulu, cahil. Çox düşüncəli qızam məncə. Uşaqlar, biz akademiyadan çıxdıq. Akademiyamızda göstərməliyik. Hanı akademiya var o tərəfdə. Qabaqdan göstərəcəm. İndi biz hamımız birlikdə azadlığa gedirik. Çünki bura ən yaxın metro azadlıqdır. 10 dəqiqəlik yolu yarım saata gedirik də, yəni gerək. Akademiyadır. Uğruna savaşdığımız akademiya və gəldiyimiz, sınavladığımız akademiya. Qolbağım düşdü, qırıldı, düşdü yerə. Mənasını bilmirəm çünki heç kim vermir, özünü almışam. Uşaqlar, çıxdıq universitetdən. Hamımız birlikdə gedirik azadlığa. Bir dəfə niyəsə universitetdən azadlığa gedəndə sənar bizə 1 kilo mandarina alır. Universitetin full qeybətini eləyə gedirik azadlığa. Hamı haqqında danışırıq da yəni. Hər kəsin öz vaxtı var. Hər kəsin öz vaxtı var.
3 dərsin üçündə də mahnı qulaqmışam da, yəni. Mahnı qulası başımı qoyub yatmışam. Merhaba arkadaşlar. Mesajlar diyen bu. Əzimli olan Baksel'den gelen. Her telefondan bir Porsche kazandınız. Uşaqlar, metrodayam, sahildəyəm. Qalxıram yuxarı. Murad andaman elədi. Dedi ki, sən bura çatana mən orada olacam. Mənə elə gəlir, hələ çatmayıb. Mənə elə gəlir. Gedək görək. Uşaqlar, mən illərdir varlığını bilib. Var ama özüm yok. Amma heç vaxt realda görmədiyim o dostumla görüşdüm. Kendisi oradan sizə salam verir, yəqin ki, versən. Bu arada məndən tez çatmışdı, mən orada gözləyirdim. Gəlsən zor oldu. Ömür boyu özümə hər yerdə yandırıram da. Yəni düz çıxdım söhbətdə də səhv çıxıram. Mən elə belə insanlarla kontaktda olmuram. Mən və mənim ətrafımdakı hər kəs burada blogerdir. Bloger dostlarımdan biri də buradadır. Bu yemək mövzuludur. Dostumun kanalına takip ata bilər. Atmasanız da özünüz bilərsiniz. Amma takip də ata bilərsiniz. Allah yolunda. Yemək reseptləri. Baxın. Tələbə nədir, ət nədir? Sən niyə ət yeyirsən? Ben biraz inkişaf eləmiş tələbiyəm. Onun biraz imkanı çoxdur o tələbənin. Bence hiç önüme düşürüp başlama. Qabaqdan da kəsirlər gəlir. Əsrlər gəlir, sənin universiteti adın bilmirəm. Mən Əmək və Sosial Münasibətlər Akademiyasında oxuyuram. Belə dost olar ki, indi sözdə mənim 6 illik dostum. Əvvəli yadımdan çıxdı. Əmək, Əmək və və münasibət, ilişki. münasibət, ilişki, Əmək və münasibət. Var. Əmək və Sosial Əmək və Sosial Münasibətlər Akademiyası. Dostuma dedim ki, qəşəng rəsm qabiliyyətim var. Gəl əlvə tato çəkim. Tato çəkimi nəzərdə tuturdum ki, çap adam çəkim, gül şəkli çəkim, ulduz şəkli çəkim. Gedir ciddi Pinterestdə tatolar axtarır. Mən ona deyə bilmirəm ki, mən bunu eləyə bilmərəm. Bu ağacın kötüyü. Vazaya oxşamır bu. Müsaade də çuşqa mənim dırnaqlarımı pis düzəltdi da. Uşaqlar, food blogerimizə yeni bir komment gəlib. Super, mavallah, elə baba duvdum ki, qardaş. Super maşallah, elə başa düşdüm ki, qardaşdır. Mənim yoldaşım bir yumurta pişirə bilmir. Allah yoldaşınızla xoşbəxt eləsin. Varsa yoxsa qismət. Amin. Yanıt olaraq çox kreativ yanıt gəlib. Yox, evli deyiləm. Evli olduqda isə xanımıma qurbandır. Bütün mətbəxlər. Hər insan sevdiyinə xidmət etməlidir. Təşəkkürlər. Mənim gəlirik əsas məsələyə. Uşaqlar, mən burada həyat hekayəmi danışıram. Biraz çox problemli illərim olub mənim. Danış qutaram. Avqust, sent, okt, oy. Yanvar, evrak. A few moments later. Düşünürüm, bütün suç sende miydi yoksa? Aslandan sonra sən onu zad edirsən. Uşaqlar, durduq biz. Evə doğru, metroya doğru istiqamətlənirik. Çox yalvardı taksi ilə gedək. Mən də qəlbim qırdı. Gezmək lazımdır biraz, təmiz hava almaq lazımdır. Tarkovla nə təmiz hava alacaq, amma yox. Day bütün 5 ilin söhbətini elədi. Ucu bezdim də danışmaqdan. Çıx get də sən buradan. Nə oldu, niyə qayıtdın? Çıx get də. Onda qayıtmalıydım, senari elə idi. Uşaqlar, artıq bu möhtəşəm vlogumu sonlandırıram. Ümid edirəm sizin üçün maraqlı vlog olub. Sevə-sevə yemək yeyə izləyərsiniz vlogumu.